Şəkər xəstələri və yaxud da insulin rezistentliyi olan xəstələr karbohidrat istəyinizi, tələbinizi yaxşı başa düşürəm. Çünki bu normal bir şeydir. Şəkəriniz yüksəkdirsə, insulininiz yüksəkdirsə, siz karbohidrat tələb edirsiniz və bəzən bu elə bir dözülməz vəziyyətə çatır ki, narkotik kimi insan orqanizmi karbohidratı tələb edir. Bunu başa düşmək lazımdır pasientlərdən. Bilirəm, o karbohidrat yedikdən sonraki gələn vicdan əzabı hissini də başa düşə bilirəm. Qlikometrlə şəkərinizi ölçəndə gördüyünüz yüksək şəkərdən panikaya düşməyinizi də başa düşürəm. Ona görə şəkər həkimləri əslində təkcə şəkəri müalicə etməməlidir. Həm də şəkər xəstələrinə və yaxud da insulin rezistentliyi olan xəstələrə qidalanmanın doğru yolunu öyrətməlidir. Ona görə karbohidratdan əl çəkə bilmirsinizsə və yaxud da şəkər xəstəliyinin, insulin rezistentliyin başlarındasınızsa, hələ ki buna tam vərdiş elə bilməmisinizsə, ona sizə sadəcə bir-iki nüansla kömək etmək istəyəcəm. Əvvəlcə həmişə qidalarınızda üstünlük verin birinci salatlara, göyərtilərə və yaxud da tərəvəzlərə. Karbohidratsız bir qida ilə yeməyə başlasanız, daha sonra zulal əlavə etsəniz qidanıza, yəni səhər yeməyində yumurta, günorta yeməyində və axşam yeməyində ət və s. kimi qida ilə davam etsəniz, karbohidratları əgər qidanıza daxil edəcəksinizsə, ən sona saxlasanız, şirniyyatı tamamilə sona saxlasanız və qidalarla şəkərli sulardan imtina etsəniz, görəcəksiniz ki, eyni qədər karbohidrat istifadə etməyinizə baxmayaraq, şəkəriniz daha az qalxıb. Siz də evdə yoxlaya bilərsiniz. Daha sonra nəticəni mənimlə bölüşsəniz sevinərəm.